Salam, hər birinizi xoş gördük əziz izləyicilər. Kanalıma yenidən xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə miqyas mövzusunu və miqyas məsələlərinin həllini öyrənəcəyik. Dərsə keçməmişdən əvvəl kanalımı böyütmək üçün sizdən kanala abunə olmağı, bu videonu bəyənib yoldaşlarınızla paylaşmağı, sizə maraqlı olan mövzuları kommentlər bölməsində mənə bildirməyi unutmayın. İndi isə keçək videomuzun, yəni mövzumuzun izahına. Miqyas. Əvvəlcə miqyasın nə olduğundan başlayaq. Miqyas mövzusu nədir? Biz onu nə üçün öyrənirik? Miqyas yer səthinin kartoqrafik təsvirlərdə, yəni bu plan da ola bilər, xəritə də ola bilər, ərazinin nə qədər kiçildiyini göstərən bir kəsr ədəddir. Və biz miqyası ifadə etmək üçün, yəni ərazinin nə qədər kiçildiyini göstərmək üçün üç formada miqyasdan istifadə edirik. İlk olaraq ədədi miqyas, buna adsız miqyas da deyilir. İzahlı miqyas, adlı miqyas da adlanır və son olaraq xətti miqyas. İndi hər biri ilə yaxından tanış olaq. Ədədi miqyas və yaxud da ki, adsız miqyas. Ədədi miqyas, sürət burada vahidə bərabər olur, yəni 1-ə bərabər olur. Məxrəcdə isə verilmiş coğrafi obyektin nə qədər kiçildiyini göstərən bir yuvarlaq ədəddən ibarət olur və qaydamız belədir ki, miqyasın məxrəcindəki rəqəm, yəni iki nöqtədən sonraki rəqəm nə qədər böyükdürsə, miqyas bir o qədər kiçikdir. Qaydamız budur. Rəqəm nə qədər böyükdürsə, miqyasımız bir o qədər də kiçikdir. Yəni bu nə qədər kiçildiyini göstərir. İndi hər bir miqyasa böyük, orta və kiçik miqyasa nümunəmiz var. 1 bölünsün 5000 böyük miqyasdır. 1 bölünsün 1 milyon orta miqyas. 1 bölünsün 40 milyon isə kiçik miqyaslı xəritəmiz olacaq. Bir də yadda saxlamaq lazımdır ki, əsas rəqəmin böyüklüyü miqyasın nə qədər kiçildiyini göstərir. İndi isə keçək izahlı miqyasa. İzahlı miqyas ədədi miqyası adlı miqyasa çevirdikdə alınan miqyasdır. Burada 1 santimetr əraziyə neçə kilometrin və yaxud da ki, neçə metrin uyğun gəldiyi göstərilir. Məsəl üçün, 3 fərqli burada bir ədədi miqyaslar yazılıb. Biz bunu izahlı miqyasa çevirəndə metrlə də ifadə edə bilərik, kilometrlə də ifadə edə bilərik. Əgər verilmiş ədədi miqyası biz metrlə ifadə etmək istəyiriksə, verilmiş miqyasdan 2 sıfır, yox əgər kilometrlə ifadə etmək istəyiriksə, 5 sıfır silməliyik. İndi birinci verilmiş miqyas 1 bölünsün 5000'lik miqyasımızı ədədi miqyasa çevirdikdə, baxın, daha doğrusu ədədi miqyası izahlı miqyasa çevirdikdə belə olur. 2 sıfır silsək olacaq 1 santimetrdə 50 metr və yaxud da ki 5 sıfır silsək 1 santimetrdə 0'dan %5 kilometr olur. İkinci olaraq 1 bölünsün 800 millik bir miqyas verilib. Yenidən bunu metrlə və kilometrlə ifadə edə bilərik. Tək yadımızda saxlamalı olduğumuz hissə ədədidən izahlı miqyasa keçərkən metr olduqda 2 sıfır, kilometr olduqda isə 5 sıfırı silməkdir. İndi burada 2 sıfır silsək və yaxud da 5 sıfır silsək 1 santimetrdə 8000 metr və yaxud da ki 1 santimetrdə 8 kilometr olacaq. Növbəti kiçik miqyaslı xəritəmizdə isə 5 sıfır sildikdə və 2 sıfır sildikdə alınan izahlı miqyaslara baxaq. 1 santimetrdə 400.000 metr və yaxud da ki 1 santimetrdə 400 kilometr. İzahlı miqyas da bu qədər. İndi izahlı miqyasın zamanı, yəni biz ədədi miqyasdan izahlı miqyasa keçərkən alınan sondakı 1 santimetrə uyğun gələn ədəd miqyasın kəmiyyəti adlanır. Miqyasın kəmiyyəti dedik ki, biz ədədi miqyası izahlı miqyasa çevirdikdə aldığımız rəqəm miqyasın kəmiyyətidir. Yəni, məsəl üçün, burada bizə 1 bölünsün 500 millik bir miqyas verilib. Bu 500 mindən 5 sıfır sildikdə 1 santimetrə 5 kilometr uyğun gəlir. Burada aldığımız 5 kilometr verilmiş miqyasın kəmiyyətidir. Növbəti bir nümunəyə baxaq. Məsələn üçün 1 bölünsün 8 milyonluq bir miqyas verilib bizə. Bunu ədədi miqyasdan izahlı miqyasa çevirdikdə 5 sıfır silirik kilometrlə ifadə etmək üçün. 1 santimetrə 80 kilometrimiz uyğun gəlir. Burada 80 kilometr miqyasın kəmiyyəti olacaq.
Belə bir qeydimiz var. Bunu vacibdir ki, yadda saxlamaq. Miqyasın kəmiyyəti, miqyasın kəmiyyəti, yəni sonda aldığımız rəqəm nə qədər böyük olarsa, miqyasımız bir o qədər kiçilir. Məsələn üçün, birinci nümunədə miqyasın kəmiyyəti 5 kilometr idi. İkincidə isə miqyasın kəmiyyəti 80 kilometrdir. İndi biz bunları miqyasa qayıtdıqda hər iki miqyasdan kiçik miqyasımız bu miqyasın kəmiyyəti 80 kilometr olan miqyas olacaq. Yəni nə qədər miqyasın kəmiyyəti böyükdürsə, miqyas bir o qədər kiçikdir. İndi belə bir sualımız var. Deyir ki, hansı xəritədə miqyasın kəmiyyəti daha böyükdür? Miqyasın kəmiyyətinin böyük olması üçün miqyasımız kiçik miqyaslı bir xəritə olmalıdır. Kiçik miqyaslı xəritə də bizə onu göstərir ki, əgər bu bu xəritələrdən hansısa biri kiçik miqyaslıdırsa, o zaman xəritə daha çox kiçilmiş deməkdir. Bu xəritələr arasında verilmiş 5 xəritə arasında ən böyük miqyaslı xəritəmiz B-dir. Çünki daha aydın təsvir olunub, təsvir daha böyükdür və miqyasımız da təbii ki, daha böyükdür. B-dən sonra daha ə, deməli miqyasın kəmiyyəti kiçik olan D-dir. C, sonra A. Miqyasın kəmiyyəti daha böyük olan, yəni daha kiçik miqyaslı xəritəmiz Y variantı olacaq. Burada miqyasın kəmiyyəti daha böyük, miqyasın özü isə daha kiçikdir. Miqyasın kəmiyyəti ilə bağlı digər bir tapşırığımız var. Sual belədir. Azərbaycan siyasi xəritəsində miqyasın kəmiyyəti 2 dəfə böyüyərsə, Bakı və Şirvan şəhərləri arasındakı xəritədəki məsafə necə dəyişər? Biz dedik ki, miqyasın kəmiyyəti əgər böyüyürsə, miqyas kiçilir. Yəni kiçik miqyaslı xəritədə də Bakı və Şirvan şəhərləri arasındakı məsafə də daha kiçiləcək. Nəyə görə? Çünki kiçik miqyaslı xəritələrdə təsvirlər daha az aydın olur, daha çox kiçildiyi üçün burada cavabımız olacaq. Elə 2 dəfə böyüdüyü üçün 2 dəfə də kiçilər olar. Çünki dediyimiz kimi miqyasın kəmiyyəti nə qədər böyüyərsə, miqyasımız bir o qədər kiçilər, ərazimiz bir o qədər kiçilər, xəritəmiz də bir o qədər kiçilər. Cavab B variantı 2 dəfə kiçilər olacaq. Ədədi miqyasdan danışdıq, xətti miqyasa keçirik indi. Ədədi miqyasdan danışdıq, izahlı miqyasdan danışdıq. İndi isə xətti miqyasdan danışırıq. Verilmiş ədədi və yaxud da ki, izahlı miqyasın qrafik formada ifadəsi xətti miqyas adlanır. Məsələn üçün, burada həm ədədi, həm də bir izahlı miqyas verilir. 1 bölünsün 5 millik bir miqyasdır. Bunu metrə çevirdikdə 2 sıfır silirik. 1 santimetrə 5 metr uyğun gəlir. Daha doğrusu 50 metr uyğun gəlir. 50 metr uyğun gəlirsə, 50 metr xətti miqyasda artacaq. Baxın, 0,50 onu göstərir ki, və sonunda metr yazılır. Təbii ki, metrlə ifadə olunursa metr, kilometrlə ifadə olunursa kilometr yazılır və 50-50 1 santimetrdə olan məsafə artır. İkincidə isə burada bir ədədi miqyas verilib. Burada 5 sıfır sildikdə bunu kilometrlə ifadə edirik. 1 santimetrdə 2 kilometr, hər 1 santimetrdən 1, 2 kilometr artır və diqqət etməli olduğumuz məqam da budur ki, sonda metr və yaxud da ki, kilometrlə ifadə olunması. İndi isə miqyas məsələlərinin həllinə baxacağıq sizlərlə. Miqyas məsələləri zamanı bizdən 3 fərqli şey soruşula bilər. Ərazinin həqiqi məsafəsi, ərazinin neçə dəfə kiçildiyini bildirən kəsr ədəd, yəni miqyas və son olaraq həqiqi məsafə bu qədər kiçildikdən sonra yerdə qalan xəritədəki məsafə. Düsturumuz belə olacaq. Əgər biz həqiqi məsafəni tapmaq istəyiriksə, xəritədəki məsafəni miqyasa vururuq. Yox, əgər biz xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafəni miqyasa bölürük. Miqyası tapmaq istədikdə isə həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Bunu yadda saxlamaq üçün bir piramida qaydamız var. Həqiqi məsafə yuxarıda, xəritədəki məsafə və miqyası isə aşağıda qeyd edirik. Bunu bir bölmə xətti, bunu da bir vurma xətti kimi təsəvvür eləyin. Biz əgər həqiqi məsafəni tapmaq istəyiriksə, xəritədəki məsafəni miqyasa vururuq.
Yox, əgər biz xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafəni miqyasa bölürük. Biz miqyası tapmaq istəyiriksə, həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. İndi hər birinə aid bir sual nümunəsi ilə tanış olaq. Sualımız belədir. A və B məntəqələri arasındakı məsafə, həqiqi məsafə 210 kilometrdir. A və B məntəqələri arasındakı həqiqi məsafə 210 kilometrdir. Xəritədə isə bu məsafə A və B məntəqələri arasındakı məsafə 7 sm olarsa biz miqyası tapmalıyıq. Qaydamız belə idi ki, miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. 210-u 7-yə böləcəyik. Cavab olacaq 30. Amma bizi bunu miqyasın kəmiyyəti kimi deyil də miqyas kimi ifadə eləməliyik. Kilometr olduğu üçün cavabımız necə ki biz miqyasdan miqyası izah, ədədi miqyası izah necə ki biz ədədi miqyası izahlı miqyasa çevirən zaman 5 sıfır siliriksə, indi isə izahlı miqyası ədədi miqyasa çevirmək üçün kilometr olduğu üçün 5 sıfır yazırıq. 1 bölünsün 30-dan sonra 5 dənə sıfır daha əlavə eləyirik və bu olur 1 bölünsün 3 milyonluq bir miqyas. Cavabımız 1 bölünsün 3 milyon və yaxud da ki 1 santimetrdə 30 kilometr. Növbəti sual. Həqiqi məsafənin tapılmasına aid bir sual nümunəsi ilə tanış olaq. Sual belədir. Miqyası 1 bölünsün 700 millik olan xəritədə iki məntəqə arasındakı məsafə 5 bölünsün 5 santimetrdir. Məntəqələr arasındakı həqiqi məsafəni tapın. Düsturumuz belə idi ki, həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun miqyas. İndi miqyası biz əvvəlcə izahlı miqyasa çevirməliyik. Buradan 5 sıfır sildikdə 1 santimetrdə 7 kilometr olur. Xəritədəki məsafəni də bizə 5 bölünsün 5 santimetr verilmişdi. 7 vurulsun 5 tam onda 5. Bu da eləyir 38 tam onda 5 Y variantı. Əgər düstur yadımızda qalmırsa, tənasüb metodundan da istifadə edə bilərik. Yadda saxlamaq lazımdır ki, buradakı ən vacib məqam odur ki, bizim 1 santimetrə uyğun gələn ərazimiz hər zaman miqyas olur. Miqyas 1 santimetrdə 7 kilometr. Bizdən 5 onda 5 santimetrə nə qədər uyğun gəldiyi soruşulur. Çarpaz şəkildə vursaq, yenidən x bərabərdir 5,5 vurulsun 7, bu da 38,5 edəcək. Növbəti xəritədəki məsafənin tapılması ilə bağlı sual nümunəsi ilə tanış olaq. Xəritədəki məsafə bərabərdir həqiqi məsafə bölünsün miqyas. Sualımız belədir. A və B məntəqələri arasındakı həqiqi məsafə 12 kilometr, miqyas isə 1 bölünsün 600 millik olarsa, xəritədəki məsafəni təyin edin. İlk olaraq yenə biz miqyası izahlı miqyasa çeviririk. 5 dəfə 0 sildikdə 1 santimetrdə 6 kilometr olur. Yenidən bunu biz tənasüb metodu ilə ifadə etsək, 1 santimetrdə 6 kilometr neçə santimetrdə 12 kilometr olacaq. Burada cavabımız 2 olar. Təbii ki, biz yenidən düsturumuzla da ifadə eləyə bilərik. Həqiqi məsafəni, yəni 12 kilometri biz miqyasa bölsək, 6-ya bölsək, yenidən 2-ni ala bilərik. Bəzən məsafə deyil də sahə bizdən suallarda soruşulur. Miqyasda sahə necə hesablanır? Düsturumuz olduğu kimi qalır. Sadəcə biz miqyası kvadrata yüksəldirik. Digər xəritədəki məsafə və həqiqi məsafəni taparkən miqyası kvadrata yüksəldirik. Yalnız miqyası taparkən digər ikisini kök altına salırıq. Baxın, düsturlarımız belə olacaq. Həqiqi sahə bərabərdir miqyasın kvadratı vurulsun xəritədəki sahə. Miqyas bərabərdir kök altında həqiqi sahə bölünsün xəritədəki sahə. Həqiqi sahə bərabərdir, daha doğrusu xəritədəki sahə bərabərdir həqiqi sahə bölünsün miqyasın kvadratı. İndi hər birinə aid bir sual nümunəsi ilə tanış olaq. İlk olaraq həqiqi sahənin tapılması ilə bağlı sual nümunəsi. Dedik ki, həqiqi sahə bərabərdir miqyasın kvadratı vurulsun xəritədəki sahə. Sualımız belədir. Gölün miqyası 1 bölünsün 400 min olan xəritədə, daha doğrusu sualımız belədir. Gölün miqyası 1 bölünsün 400 minlik xəritədə, sualımız belədir. Gölün miqyası 1 bölünsün 400 mindir. Xəritədəki sahə isə 9 cm kvadratdır. Həqiqi sahəni tapın. Dedik ki, yenidən burada ədədi miqyasdan izahlı miqyasa çeviririk. 5 dənə 0 sildikdə 1 santimetrdə 4 kilometr olur və həqiqi sahəni tapmaq üçün 4-ü
aldığımız izahlı miqyasdakı 4-ü kvadrata yüksəldirik. 16-nı vururuq 9-a, bu da eləyir 144 kilometr kvadrat. Növbəti olaraq miqyasın tapılmasına aid sual nümunəsi. Dediyim biz miqyası taparkən həqiqi sahəni xəritədəki sahəyə bölürük, amma kök altında sahə olduğu üçün sualımız belədir. Gölün həqiqi sahəsi 448 kilometr olarsa, xəritədəki sahə isə 7 santimetr kvadratdır. Miqyası tapın. Burada belə olacaq ki, kök altında 448 bölünsün 7-yə. Bu da kök altında 64 eləyir. Cavabı da 8-dir. Amma 8 aldığımız cavab miqyasın kəmiyyətidir. Miqyas kimi ifadə etmək üçün kilometr olduğu üçün 8-dən sonra 5 sıfır əlavə edirik. Bölünsün 800 min edəcək. Xəritədəki sahənin tapılması ilə bağlı sual nümunəsi həqiqi sahə bölünsün miqyasın kvadratı. Sual belədir. Gölün həqiqi sahəsi 98 kilometr kvadratdır. Miqyası isə 1 bölünsün 200 min olarsa, gölün xəritədəki sahəsini tapın. Dedik ki, xəritədəki sahə bərabərdir. Həqiqi sahə bölünsün miqyasın kvadratı. Biz 98-i böləcəyik 2-nin kvadratına. 2 də təbii ki 5-dən 0 silirik. 2 qalır. 2-nin də kvadratı 4. 98-i 2-yə böləndə 24,5 santimetr kvadrat eləyəcək. Bunlar da sahənin tapılması ilə bağlı olan sual nümunələrinin izahıdır. İndi isə paletka məsələlərinə keçirik. Miqyasın hesablanması zamanı paletkadan da istifadə olunur. İlk olaraq paletkanın nə olduğu ilə tanış olar. Paletka xəritə üzərində yerləşən obyektlərin sahəsini hesablamaq üçün hər tərəfi 0,5 sm ilə bərabər bölünmüş kvadrat şəffaf lövhədir. Paletkada bir davamımızın sahəsi 0,25 sm kvadratdır. Yəni burada bizdə 4 dənə dama 1 sm kvadrata uyğun gəlir. Və məsələləri hesablayan zaman, paletka məsələlərini hesablayan zaman bizim imdadımıza elə bu çatır. Bir damanın nə qədər olduğunu da yadda saxlasanız olar. 4 damanın 1 santimetrə kvadrata uyğun gəldiyini də bilsəz olar. Yəni ümumiyyətlə hər birindən istifadə edə bilərsiniz məsələ həllində. İndi isə sual nümunələrinə baxaq. Sualımız belədir. Xəritə üzərində rəqlənmiş əkin sahəsinin həqiqi sahəsi 112 kilometr kvadratdır. Paletkanın hər bir damasının 0,25 santimetr kvadrat olduğunu nəzərə alaraq bu xəritənin miqyasını tapın. İlk olaraq biz sualı hesablayarkən bu paletkanın damalarını hesablamaq lazımdır. Və bunu da yadda saxlamaq lazımdır ki, 2 yarımçıq paletka daması bir tam damaya bərabərdir. Bütün damaları saysaq, hesablasaq, bilərik ki, 24 tam damamız, 8 isə yarımçıq damamız var. Bu 8 yarımçıq dama da dediyimiz kimi 2 yarımçıq bir tamdırsa, 8 yarımçıq da 4 tam damadır. 24 tam və 4 tam da birlikdə ümumilikdə 28 tam damamız var. Və biz bilirik ki, bizim 4 damamız 1 santimetr kvadrata uyğun gəlir. Bəs 28 damamız neçə santimetr kvadrata uyğun gələcək? Təbii ki, bunu tənasüb yolu ilə hesablasaq bilərik ki, 28 damamız 7 santimetr kvadrata uyğun gələcək. Bu tapdığımız 7 santimetr kvadrat xəritədəki məsafədir. İndi isə bizdən miqyası soruşduğu üçün biz sahə məsələlərini necə hesablayırdıq? Miqyasın kvadratı bərabərdir. Kök altında, daha doğrusu 112 vurulsun 7, kök altında 112 vurulsun 7, 784 eləyir. 784-dən də 28 kök çıxır. Amma bizdən miqyasın kəmiyyəti deyil, miqyası soruşduğu üçün 1 bölünsün 28-dən sonra 5 sıfır da əlavə eləyirik və 1 bölünsün 22 milyon 800 min bizim sualımızın cavabı olur. İndi davam edək, növbəti suala baxaq. Növbəti sualda da yenə eyni olduğu kimi üzrə bir paletka təqdim olunur və buranın həqiqi sahəsi 4732 kilometrdir. Və deyir ki, xəritədə tutduğu ərazi paletkada göstərilib, xəritənin miqyasını tapın. Yenidən saysaq görərik ki, burada 24 tam, 8 yarımçıq dama var. Bu paletkaların sayı eyni ola bilər, amma müxtəlif tapşırıqlarda müxtəlif tipli paletkalar sizin qarşınıza çıxa bilər.
və ümumi damalarımızın sayı demək 8 yarımçıq 4 tam damaya bərabərdir. 28 tam dama olur. Bizim daha doğrusu 4 damamız 1 santimetr kvadrata uyğun gəlir. 28 ümumi damamız isə 7 santimetr kvadrat olur. İndi bizdə həqiqi sahə 4732 kilometr kvadratdır. Xəritənin sahəsi 7 santimetr kvadratdır. Miqyas nəyə bərabərdir sahədə? Kök altında həqiqi sahə bölünsün xəritədəki sahə. Kök altında 676-dan da kök 26 çıxır. 26-dan sonra da kilometr olduğu üçün 5-dən 0,6 əlavə edirik. 1 bölünsün 200 daha doğrusu 2 milyon 600 min. Belə. İndi başqa suallara baxaq. Miqyasla bağlı məsələlərdən əlavə miqyasla bağlı müxtəlif tapşırıqlar da olur. Birinci tapşırıq belədir. Cədvəldə deməli Aha. Cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələrində Bakı ilə Astara şəhərləri arasında ən qısa məsafə santimetrlə verilib və bizdən hansı xəritənin miqyasının daha böyük olduğu soruluşulur. Yadda saxlamaq lazımdır ki, əgər miqyas böyükdürsə, xəritədəki məsafə də, yəni xəritədəki uzunluq da böyükdür. Və verilmiş 5 xəritə arasında ən uzun xəritədəki məsafə 32 sm olan ikincidir. Və demək, xəritədəki məsafə böyükdürsə, bizim burada miqyasımız da böyükdür. Və nə zaman ki, xəritədəki məsafə kiçikdirsə, miqyasın da kiçik olduğunu bildirir. Və burada cavabımız 2 olacaq, B variantı və əksinə bizdən ən kiçiyi soruşsa isə 15 sm ilə 3-cü olacaqdır. Növbəti sual deyir ki, aşağıdakı A, B, C xəritələrində eyni ərazini ifadə edir. C xəritəsinin miqyası 1 bölünsün 3 milyon olduğunu nəzərə alaraq müvafiq olaraq B və A xəritələrin miqyasını müəyyən edin. Bunu tapmaq üçün buradakı sütunlara diqqət edir və sütunlarda neçə dənə dama olduğunu sayırıq. C deməli cədvəlinin 4 dənə xanası var. B cədvəlinin isə 2 dənə xanası var. Deməli, bu 4'ü bölsək 2-yə görərik ki, B xanası C xanasından 2 dəfə kiçikdir. Yəni miqyas burada 2 dəfə kiçilir. 3 milyondursa deməli cədvəlinin miqyası B-də artıq olacaq bu 6 milyon. A-da isə baxırıq ki, C4-də A-da isə bir dama var. 4 dəfə kiçilib deməkdir. Deməli, C damasında 3 milyondursa, A damasının miqyası olacaq 12 milyon. Cavab 6 milyon və 12 milyon Y variantı olacaq. Növbəti sual deyir ki, məhəllənin ölçüləri 3 kilometr, 3,5 kilometrin 3,5 kilometr Növbəti suala keçirik. Məhəllənin ölçüləri 3,5 kilometr 3,5 kilometrədir. Planşetin ölçüləri isə 50 sm-dən 50 sm-dir. Plan tərtib etmək məqsədi ilə hansı miqyas qəbul etməlidir? Burada həqiqi sahəmiz 3,5 kilometr və yaxud da ki 3500 metrdir. Xəritədəki sahəmiz isə 50 sm-dir. Qayda olduğu kimi qalır. Miqyas bərabərdir həqiqi sahə. Daha doğrusu burada qaydamız olduğu kimi qalır. Həqiqi məsafəni bölürük xəritədəki məsafəyə. 3500 metri biz 50-yə böldükdə 70 metr alınır və izahlı miqyasın ədədi miqyası keçmək üçün 1 bölünsün 70-dən sonra metr olduğu üçün 2 sıfır əlavə edirik. Cavabımız da olur D variantı. Beləliklə, bugün sizlərlə birlikdə miqyas mövzusunu tamamladıq. Onunla bağlı suallar, tapşırıqlar, məsələlər işlədik. Ekranda mənim müxtəlif sosial media hesablarımı görürsünüz. YouTube-dan əlavə olaraq onları da izləyə bilərsiniz. Orada da fərqli kontentlər olur. Həm Instagram, həm Telegram, həm də Facebook üçün. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər sağ olun.